İnformasiyalar nədir, qiymətləndirmənin nəticələri necə olub, səndən işləyək. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, müəyyən qədər əslində informasiyaları təqdim etdiniz. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən Ulduz Reyting layihəsi davam eləməkdədir. Hansı ki, bu çərçivədə müxtəlif ictimai yaşayış müəssisələrində yoxlamalar həyata keçirilir və qida təhlükəsizliyi fəaliyyət standartlarına uyğunluq, xidmət keyfiyyəti kimi nüanslar yoxlanılır və nəticədə isə 3, 4 və 5 ulduz kimi qiymətləndirmə prosesi həyata keçirilir. Və bu dəfə də bəli, yeni yoxlama prosesi baş tutub, daha bir ictimai yaşayış müəssisəsində belə proses həyata keçirildi və həmin istiqamətlə bağlı detalları sizlə bölüşməyə çalışacağıq. Eyni zamanda sahibkarlar məhz bu layihədə iştirak etmək üçün necə müraciət etməlidirlər, yoxlama prosesləri necə həyata keçirilir? Bütün detalları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Rəşad Abbasovdan eşidəcəyik. Salam Rəşad bəy, biz detalları sizdən öyrənəcəyik. Salam, hər vaxtınız xeyir olsun. Bəli, siz də doğru buyurdunuz. Bugün daha bir restorana 5 ulduz reyting sertifikatı təqdim edildi. Əvvəla onu qeyd edim ki, bu dəfə bir ilk yaşayırıq. Çünki ölkədə ilk dəfə bir otelin nəzdində fəaliyyət göstərən restorana bu sertifikat verildi. Bugünə qədər isə paytaxtda fəaliyyət göstərən bir neçə restoran bu sertifikatı ala bilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən Ulduz Reyting layihəsi çərçivəsində ictimai yaşayış müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarının uyğunluğu sistemli şəkildə ölçülür və müvafiq olaraq siz dediyiniz kimi 3, 4 və 5 ulduzla qiymətləndirilir. Onu da əlavə edim ki, bu reyting layihəsində iştirak edib sertifikat almış restoranların giriş hissəsində reyting nişanı olur və bu nişanın üzərində olan QR kodu oxumaqla həm ulduz reytingi layihəsi haqqında, həm də restoranın hansı reyting almasını və hansı qida təhlükəsizliyi sisteminin olması haqqında məlumat ala bilərlər. Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. Bundan başqa ulduz reyting layihəsi barədə və institutun digər xidmətləri ilə bağlı sahibkarlar istənilən vaxt minüt çağrı mərkəzinə zəng etməklə bütün məlumatları ala bilərlər. Təşəkkür edir Rəşad bəy, çatdığınız detallı informasiyalara görə və bəli bir daha vurğulamaq istəyir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən Ulduz Reyting layihəsi davam eləməkdədir və bu dəfə də daha bir ictimai yaşayış müəssisəsində yoxlama həyata keçirildi. Məhz həmin yoxlamanın nəticələri ilə bağlı, eyni zamanda ümumi olaraq bu layihə istiqamətində həyata keçirilən tədbirlərlə bağlı detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki, bizdə son informasiyalar bu qədər idi. Söz yenidən sizə ötürürük.